Bakıya gələndən bəri yaman dəyişilir pəri. Bu nə mahnı deyə? Elə deyirsən ki, indi sən meyxanaya qulaq asıb eləmirsən də? Qulaq asmalı sözə qulaq asıram. Daha beləsinə yox. Sən oxumağa gəlmisən yoxsa ərə getməyə? Oxumaq üçün, təhsil almaq üçün. Bakı böyük şəhərdir, bütün avantajları var. Qrupu tək dolandırır, qızın qrup yoldaşı. Onlarda dinamikanın olduğu mühitə girmək üçün cəsarət yoxdur. Yalançı rahatlıq, komfort zonada xoşbəxt olmaq, risk almayıb təhlükəsizlikdə olduğunu düşünmək. Bu xüsusiyyətlər əyalət təfəkkürünə sahib insanın xüsusiyyətləridir. Diqqətli ol, əyalət adamının yox. İstədiklərimi yerinə yetirmək üçün bir şəhərdir. Sadəcə müvəqqəti yaşayış yeri kimi qəbul edirəm Bakını. Mən 4-cü kurs tələbəsiyəm. Dövlət və ictimai münasibətlər ixtisasında oxuyuram. Paraleldə mən həmçinin işləyirəm. Mənim günüm səhər işdə, daha sonra dərsdə keçir. Hal-hazırda imtahan dövründə olduğumuz üçün sadəcə işləyirəm. Boş qalmamaqdan ancaq dərs oxuyuram. Ürəyim sıxıldı, mahnı açım qulaq asaq. Bakılısan, bəgəmsən? Yox, mahnı da qulaq asırıq. Eyübün qədrini ancaq qarınnoy bakılılar bilər. Ayda, yaxşı da, danışmasan Allah. İndi sən ki ağ şalvarlılardansan da. Ay həri, nə olub bəgəm ağ şalvarlılara? Bəgəmmirsən? Başqa mahnı açıram. Azəri torpağının hamımız evladıyıq. Valideynlərim düzdür, rayon istəyirdi, amma onlara qarşı gəlib Bakını seçdim. Çünki bizim rayonda belə bir şey var idi ki, qız ancaq rayonda olmalıdır, Bakıya çıxmalı deyil. Qız sadəcə maşınla gedib dərsinə, dərsdən qayıdıb gəlməlidir. Orada işləmək, karyera qurmaq, qızın öz ayaqları üstündə durmaq, belə şeylər pis baxırdılar, ona görə istəmirdilər. Millətin qaydiyəsən nəyindən, dişiləri də seçilmir erkək. Oyda bu nə mahnıdır? 90'ların YouTube'unu açmısan? Mahnı 90'ların ola bilər, düşüncə eyni daha, biləsən. Bizim kənddə məsələn bir qız bir oğlanla bir yolda gəlirsə, buna pis baxırlar. Bizim kənddə o qızın ondan sonra adı batar. Yəni nə ola bilər ki, qızın adına hər söz deyilər, ondan sonra o ailə, o qız kəndin qara siyahısına düşər. Ay camahadı qız hara şalvar hara, ay camahadı qız hara şalvar hara. Bilirsən ay Gülbacı, bizdə bu bəzi rayon qızları oxumaqda məqsədləri odur ki, şəhərli oğlanla institutda tanış olub bir şəhərli oğlanla ərə getsinlər, qalsınlar şəhərli. Şəhərin nə var kənddə? Məktəb müəllimlərim tərəfindən olan travmalarım var. Məsələn, sən bacarmazsan, sən maksimum kollecdə oxuya bilərsən dedikləri belə olub yəni. Yəni sırf onlara inad universitetə girmək də yəni böyük bir şeydir. Mənim doğulduğum Biləsuvar rayonunda Bakı qədər imkanlar yoxdur, digər bütün rayonlar kimi. Məsələn, bizim Biləsuvarda məktəblər üçün və yaxud da ki, gənclər üçün könüllü fəaliyyət üçün yer yoxdur. Bircə dənə var, Biləsuvarda gənclər evi və onun fəaliyyəti çox geniş deyil. Mən oranın fəaliyyətini bəyənmirəm. İndi oxuduğum ixtisas öz istəyərək oxuduğum ixtisas deyil, valideynlərin məsləhəti ilə gəldiyim ixtisasdır. Mən 11-ci sinifdə oxuyanda psixologiya sahəsini istəyirdim. Ailəm təbii ki, dəstəkləmədi psixoloq sahəsini və dedilər ki, daha yüksək ballı bir ixtisasa maraq göstərim. Mənim Bakıya düşməyimə əsas dəstəkçisi qardaşım olubdu. Düzü böyük qardaşıma qədər istəmirdi, amma ortanca qardaşım olubdu və hətta anam görə belə demişdi ki, siz qızı eybi yoxdur, saxlamayacaqsınız. Mən Bakıda özüm onu oxudacağam, özüm onun bütün yəni nə xərcləri var qarşılayacağam. Əyalət təfəkkürünün ən ciddi xüsusiyyəti bilirsiniz nədir? Başqasının uğurunu təhlükə kimi görmək. Hərəkətə keçməyə cəsarət tapan adam dəstək də görmək istəyir. Bəs səni Bakıya gətirən qüvvə Romaya apara bilər? Psixologiyanı Şotlandiyada oxumaq fikrim var, amma bu 100%li məqsədim deyil. Xarici təhsilə yəni onlar müsbət rəy cavab verməyiblər. Yəni bu mümkün olmayacağını düşünürlər. Xaricə getməyimi təəssüf ki, heç kim dəstəkləmir. Ona görə də tək başıma bilirəm ki, heç cürə alındıra bilməyəcəm. Bugün mahnı playlistimə əməlli başlı kör qoydun, Zövqümdən nə işin var? Bakıya gələndən bəri yaman... Rayonu sənin nəslindir. Mən şəhərdənəm, özdə içəri şəhərdən. Karışlı şalvarlardan. Ağ şalvarlar.
gecə restoranda, rayon çıxıb yadından, universitet